Hər vaxtınız xeyir Aslan müəllim. Sizdən belə. Aslan müəllim, məhkəmə prosesi artıq neçə aydır davam edir. Yəqin ki, ayın 6-sı son söz olacaq. Bir hüquqşünas vəkil kimi ümumi məhkəmə prosesini necə qiymətləndirirsiniz? Valla mən bircə şeyi başa düşə bilmirəm ki, bu məhkəməni niyə bu qədər uzadırlar? Ona görə ki, araşdırılacaq, hər şey bəlli araşdırılıb. Uşaqlar da azlıq eləyirlər, niyə bunu tez yekunlaşdırmırlar? Məhkəmənin sifarişli və sadəcə olaraq gəncliyi sındırmağa yönəlməsi mənim üçün ilk günlərdən aydın idi və bu barədə də fikrimi demişəm. Və yenə deyirəm, sadəcə bir şey istəyərdim ki, hakimiyyət anlaya. Bu cür addımlarla hakimiyyət öz qəbirqazanlarının sayını sürətlə artırır. Onlar hesab edirlər ki, gəncləri bu cür qorxudacaqlar, amma bunun əks effekti var. Və burada bu qədər gəncin yığışması da bir gün ona dəlalət edir. Sadəcə hakimiyyət digər yolu seçməlidir. Gəncliklə dil tapıb ölkənin inkişafına doğru irəliləmək. Təcrübəyə əsaslansaq, məhkəmədən hər hansı bir müsbət qərar olacağını gözləyirsinizmi? Ümidiniz varmı buna? Yox. Mən heç bir müsbət qərar gözləmirəm. Sadəcə ola bilsin, məhkəmənin yekunundan sonra xarici təşkilatlarla bir alver yapıb uşaqları azad edirlər. Aslan müəllim, gənclər artıq 15 gündür aclıq edirlər və bu dövlət müəssisəsində, yəni həbsxanada baş verir bu aclıq. Baş verən aclıq zamanı hər hansı bir gənclər xəsarət alsalar, buna görə hüquqi baxımdan məsuliyyəti kim daşıyır? Hakimiyyət. Bu gün o gənclərin heç xəsarət alsalar yox. Bu gün o gənclərin qanunsuz olaraq həbsdə olmağının bütün məsuliyyəti bugünkü hakimiyyətin boynundadır. Və bu hakimiyyət əminəm ki, onun geci-tezi cavabını verəcək. Amma nə qədər tez öz səhvlərini düzəltsə, o qədər yaxşı olar. Bu məhkəmə prosesində, deməli, məhkəmə prosesində işıqlandırılma, yəni medianın məhkəməni işıqlandırmamaq haqqı və yaxud yəni ictimaiyyətə qapalı olması məhkəmənin bu hüquq baxımından nə qədər doğrudur? Valla belə baxsaq, formal açıq məhkəmə iclasıdır. Yəni burada bir qapalılıq yoxdur. Mən istəyirəm ədalətli olam, ona görə ki, məhkəmə iclası açıqdır və zalda oturmaq imkanı olan qədər yerdə insanlar oturur. Ona görə mən bu baxımda bir qanunsuzluq görmürəm. Sadəcə cəmiyyət tək bugünkü kimi belə yox. Bütün məhkəmə iclaslarına bugünkündən də 10 dəfə, 100 dəfə, 1000 dəfə çox yığışmalıdır. Ona görə ki, bu gənclər həmin bu cəmiyyətə görə o həbsdədirlər. Ümumiyyətlə, ölkə ictimaiyyəti və siyasilərin məhkəmədə iştirakı, dəstək olması sizcə qanunvericidirmi? Tam qanunverici saymasam da elə ciddi irad tutmaq imkanı yoxdur. Ona görə ki, bu günlərim həqiqi müxalifət mövqeyində olan qüvvələr çox azdır və onların da problemləri həddən çoxdur. Və bu cür məhkəmə prosesləri də çoxdur. Ona görə mən özümdən götürürəm ki, mən bütün məhkəmələrdə iştirak edə bilmirəm. Ona görə ki, başqa işlərim də var. Onun bütün işini atıb günlərlə ancaq məhkəmələrdə iştirak etsən, bəlkə çatdıra bilərsən. Tək bu iş deyil. Çoxlu bu sahəli belə mahiyyət etibarilə siyasi xarakter daşıyan işlər çoxdur. Çox sağ olun Aslan müəllim. Əlavə etmək istədiyiniz xüsusi bir nüans varmı? Əlavə bir daha hakimiyyətə müraciət edirəm. Gənclərlə bu cür rəftar etmək olmaz. Gənclərə qarşı aqressiv rəftar edib, udan hakimiyyət hələ mən görməmişəm. Hamısı uduzubdur. Bunlar da uduzacaqdır. Sadəcə nə qədər tez elsələr, bu səhifə aradan qaldırsalar, o qədər yaxşı olar. Ona görə ki, bu bizim ümumi ölkəmizdir, hamımızdır. Çox sağ olun Aslan müəllim, təşəkkür edirik. Sağ ol. Sağ ol. Şeydə deyim. Sevinç.